Değerli qonaqlar, hörmətli Amin müəllim, değerli valideynlər, hər birinizi xoş gördük bugün. Bildiyiniz kimi, İstedadlar Fəni Vətəndaş İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi olub. İstedadlar Akademiyası layihəsi çərçivəsində ustad dərsləri keçirilir. Bundan öncə xanəndəlik və ifaçılıq üzrə, rəsm üzrə ustad dərslərimiz keçirildi. Bugün rəqs üzrə olacaq və xoreograf Amil Əhmədov bugün uşaqlara ustad dərsi keçəcək və bundan sonra aşıq yaradıcılığı, ziraətçilik, instrumental musiqi alətləri, ifaçılıq və digər sahələr üzrə ustad dərslərimiz olacaq. Eyni zamanda Gəncə rayonuna səfərimiz olacaq və orada da ustad dərslərimiz olacaq. Biz əlbəttə ki, bütün bu dəstəyə görə, layihəmizi dəstəklədiyinə görə dövlətimizə, qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə təşəkkürümüzü bildiririk. Amma bu cür layihələrin icra olunmasında təbii ki, dövlət dəstəyi ilə yanaşı könüllü müəllimlərin, könüllü gənclərin də dəstəyinə ehtiyac yaranır. Çünki biz hər şeyi dövlətimizdən istəyə bilmərik. Dövlətin, cəmiyyətin inkişafı uğrunda dövlətimizin gənclər siyasəti istiqamətində biz də bir şeylər etməliyik və bu sahədə bizim çox dəyərli müəllimlərimiz hər zaman olduğu kimi yenə də könüllü olaraq təminnansız öz dəstəyini əsirgəmir və buna görə də gəlin Amil müəllimi ürəkdən alışlayır. Amil müəllim özü haqqında qısa bir məlumat verər bizə, kitab müəllifidir, milli və dünya saxlarını, rəqslərini çox gözəl öyrədir. Bugün də görək uşaqlarımıza nə öyrədəcək, artıq bunları öz danışsın. Çox sağ olun. Hər birinizə salamlayıram, dəvətiniz üçün sizə təşəkkür edirəm. Mən Amil Əhmədov, Azərbaycan Milli Rəqslər kitablarının müəllifi, Şuşa Musiqi Dram Teatrının qurulucu etmək və Bakı İstanbul Liseyinin rəqs müəllimi. İnşallah ki, bu qısa bir zamanda müəyyən rəqs elementlərini öyrənməyə çalışacağıq və ən sonunda hamımızın birgə istərik ki, Əfsanə xanımlar Cüxanımıza qoşulardır. Qərb Azərbaycana məxsus olan Ağbaba yağlısını inşallah bir sonda sonluq verərik inşallah. Çox gözəl. Və sözü verərək mənim dəyərli şagirdlərimdən biri olan Zəhra Dadaşzadəyə öz ifasından buyur. İfa. For a love, knowing it can't be once from a lifetime of child of a golden Sansariyari. I reach for hands, knowing they can't be held, cursed by words I can't have broken under your spell, Sariyari. And like a rose turning into thorns, my love was taken back to the light above. What can I do, my love, child of a golden Sansariyari? Searches on for your soul, cause we'll carry on wandering where you've gone, Sariyari. Is that your voice calls in the mountain air, leading me to nowhere, drifting in silent prayer, Sariyari? And like a rose turning into thorns, my love was taken back to the light above. What can I do, my love, child of a golden Sansariyari? Saçın ucu hürmezler, gün sonu dermezler, Sariyari.
sevdalı sevdalı seni merak etmezler neyim aman sarı back to the light of what can I do my love child of a golden sun child of a golden sun sorry Teşekkürler. Uşaqlar, burada bu gün səhv etməyiniz sərbəstdir. Amma eyni səhv yoxdur da. Bəli, isimlər hərəkətləri sonra. Zaten hələ ki, o geyinməyə başlayır. Yox, dostum, mən sənə qalarım. Sən qatılımı satın ki. Uşaqlar hamı baxır mənə bir saniyəlik. Müəllimlər də oradan baxsın. Yəni ortadan zəhmət olmasa. Sen de əyləş. Aydın. Olsun,
Əlləşən oğlan nəzərinə qalması sizcə? Kardan hoş gel, ağlayan
Gel tamam. Sarmaşında kara saçlı bir güzelim. Biraz oturun tamam. 1, 2, Oğlanlar gelsin zəhmət olmasa. Dolara satın. Yapmayın. 1, 2. 1, 2. Biraz daha alın. Dolar kaldı. 1, 2. Biraz daha. 1, 2. 1, 2. 1, 2. Kızlar. Ama nasıl? Geldi sana kafalar değil. Artık sağ, bire. Sol. Gel. Arka. Sol. Kendi. Sağ. Sol.
Bir avanda hal kalmadı, o halde kaldı. Boşa üzülmüşsen, değerinde kaldı. Boşa üzülmüşsen, daha bende, daha bende, daha bende can kalmadı. O halde kaldı, orada üzülmüşsen, değerinde kaldı. Boşa üzülmüşsen, Rəqs üç yerə bölünür. Əzlərim. 1. Rəqsin texnikası. 2. Nəzəriyyə. 3. Hərəkətin xarakteri. İndi bu üçün mənə izah edə bilərsiniz nədir? Texnika nədir, nəzəriyyə nədir, xarakter nədir? Fikirlər var. Rəqbiyyatdan edirik. Sizcə hansı kateqoriyaya aiddir? Aidsə, texnikası. Qorxma, çəkinmə, uzun cavab versən. Rəqbiyyatdan öyrəncəklərin uşaqlar rəqsin texnikası. Yəni, 3 dəfə sağa, 4 dəfə fırlanırıq, 5-cidə gəzirik və ya da əllər gözlər, 1-ci barmaq kimi, 3-cü barmaq tuturuq. Bu hərəkətin olur texnikası. Nəzəriyyəsi nədir bəs? Rəqsin nəzəriyyəsi nəyə tutulur? Deyin, versiyalar verin, çəkinməyin. Uşaq deyim ki, bu gün səhv eləmək sərbəstlikdir. Bu gün öyrənməyə, əylənməyə gəlmişik. Hə. Nəzəriyyəsi, uşaq, rəqsin tarixi, yaranma tarixi. Xarakter isə o üz mimikalarımızı göstərir, səhnədə gülürük və yaxud da hansısa müəyyən faciəli rəqslərdə, etüdlərdə isə qəmgin obrazı oluruq. Bu cür xarakter, yəni üz mimikamızın düzgün idarə olunması isə texnikaya aid deyil, deyəsin bu texnikadır xeyr. Bu cür xarakter, rəqsin xarakteri, onun xüsusiyyətlərinə uyğun üz əl jest mimikalarından istifadə edilməsidir. İndi deyin görün, nəzəriyyəsindən nə bilir, rəqsin tarixindən, adları nə bilirik, heç olmasa rəqs adları. Qorxmayın, çəkinməyin.
Aha, tarkamanı. Mən bilməyim. Necə? Mən Buyur, əlbəttə. Siz deyəcəksiniz. Qaragöz. Aha, Sarıgəl. aha, əla Qavalı. Qavalar. Azərbaycan. Şuşa. Aha. Şu an əzələn, bu əksər saydığınız bunlar əsasən mahnılardır, başa düşən bəlkə rəqs eləmiş mahnılar üzərində. Bu mahnılardır, amma rəqs musiqiləri xüsusi ayrı olur. Misal üçün, Sarı Gəlin ona aiddir, Tərəkəmədir, Uzun Dərədir, görürsünüz söz mahnılardır. Amma siz oynadığınız mahnılar, misal üçün, bir oynadığınız Tərəkəman. Əslində o rəqs mahnısı tam sayılır. Sadəcə biz o mahnı üzərində öz musiqinin tempindən, əl və jest mimikalarımızdan istifadə edirik, müəyyən texnikalardan istifadə edirik rəqs edirik. Amma sırf rəqsləri isə uşaqlar, sizdə neçə rəqsiniz var təxminən? Bir versiya deyin, qorxmayın, çəkinməyin uşaqlar. 3 dənə. Mamalar oradan da verə bilər. 2 dənə. Yox, 3 dənə nədir? Qalxın, 3 rəqəm niyə qalxın? Hə? 3 rəqəm deyil. 100 neçələr, 200 neçələr ola bilər. Nə oldu? Çəkinməyin uşaqlar, versiyalar verir. Yox uşaqlar. Əslində bizim qədim tarixi getsək, 1000-dən çox rəqsimiz var. Amma onun o vaxt texnika yox idi, müasirçilik deyildi, kompüter yox idi. Ona görə müəyyən hamısı kağız üzərində olurdu və kağızlar müəyyən zaman sonra deformasiya uğrayırdı və notlar silinirdi və bunlar haqqında bilgilər itirdi və yaxud da cırılırdı və yaxud da nəsə olurdu, yəni başına bir hadisə gəldi, o notları, rəqs musiqi notları gəlib bizə saxlanırdı. Hal-hazırda 500-dən çox, 500-ə yaxın daha desək, rəqs növümüz var. Və bu rəqs növlərinin ilk yarananı sizcə hansıdır? Qobustan qayalarına məncə getmişik, görmüşük, ən azı kitablarımızın üstündə var. Sizcə hansı rəqsdir? İlk yaranan. Yallı. Bəs yallının sizcə təxminən neçə növ var? 500 dənə dedik, 500-ün içində nə qədər yallıdır sizcə? Naxçıvanlar var aramızda. Neçəsiz uşaqlar? Versiya verirsiniz. Uşaqlar 140-dan çox, daha doğrusu 140 deyil, 142 deyil. 142 yallı növümüz var. Biz bir-iki növ yallı deyilik keçirik üzərindən, amma 142 az bir sayı deyil. Və sizcə vətənə haradır yallının? Naxçıvan. Naxçıvan Muxtar Respublikasının Şərur şəhəri. Şərur şəhərində düz 52 növ yallı növ var. 52-si sırf Şərur şəhərində yaranır. Yaxşı, bu məlumatlar bilgiləriniz olsun. İndi birazdan da bir dənə Qərbi Azərbaycan yallısını öyrənəcəyik. Adı nə idi? Görün, diqqətli, yadınızda saxlamışsınız. Yox, bayaq dedik. Yoxsan köməkli yerdən. Ağbaba yallısı. Bayaq dedim axı çıxışdan öncəki Ağbaba yallısını öyrənəcəyik Qərbi Azərbaycan. İnşallah ki, Qərbi Azərbaycana Səhər xanım orada bir layihəsi təşkil edər və biz orada həmin yallını sevə-sevə orada ifa edərik. Bu belə. Və yaxşı, 2-3 dənə sualım var. Sonra başlayaq yallımıza. Sizcə rəqs tarixi dedik, onu dedik, bunu dedik. Bu rəqs necə yaranır? Necə gəlir? Göydənmi düşür? Hə, versiyalar verək gələk. İlk rəqqasımızı deyək, ilk rəqqasəmizi kimlər? Yaxşı, rəqqasələrdən kimləri tanıyırsınız? Allah'ım. Almaz. Aha, düz deyirsən. Qəmər? Qəmər Almazzadə. Əla, supersən. Sənə xüsusi hədiyyəm olacaq. Yaxşı, Hüsəyin xanımla gec-tez çatdıracaq. Qəmər Almazzadə. Sonra, bəs rəqqas? Aha, nə yaxşı? Çox sevdim, nəqdən çox sevdim ki, bunu bilirsiniz. Əlbaba Abdullah. Əlbaba Abdullah, yaxşı. Şöyle kim oldu? Bir yerdə öyrənək Qəmər Almazzadə və rəqsimizin əsasını özəyə qoyan profesional sahədə Əlbaba Abdullah və Üzeyir Hacıbəyov olmuşlar. Onların bircə əməkdaşlığından milli rəqslərimiz, yəni toy adət-ənənələrindən çıxıb artıq səhnəyə doğru addımlayır. Əlbaba kim? Möhkəm deyin. Yemək möhkəmsiz. Əlbaba ay Allah, bir də Abba deyilsin, abim deyilsin, Abdullah'a qalır. Küsər evdən. Aysa, Qəmər? Almazzadə. Bu ən azı 2 şəxsin adını yazılsaq, üçün inşallah rəqsimizin özəyi bu insanların əllərində olur. Yaxşı, yəni səhnə, profesional səhnə onlar gəlir. Aydın oldu. İndi bir dənə dairə qururuq. Hüsəyin xanım da əziyyət çəkdiririk. Kesin olmalı.
Ama süper. Gerçek bacarırsın. En Yox, güzel biraz yer. açaq, dairənizi açaq. Ev yox, şöyle, ən çatmırsa, başa düşərəm. Dirsəyinizdən tutun belədirsə, mən dirsəyimdən tutun. Qollarınızı tam açaq, biraz arxaya keçək. Arxaya keçək. Baxın uşaqlar, sağ ayağı açdıq, birləşdirdik. Sağı açdıq, gedirik, mən tərəfə gəlir, bax belə, sağ istiqamətlə fırlanacaq, yaxşı? Sağı açdım, birləşdirdim, bir dəfə. 2 dəfə birləşdirdim. Üçüncüdəcə qaldırıram, solu yuxarı, sol, sol. Qaytardım, qoydum yerinə. Eləyirəm, sol, sağ, sol, sağ, arxaya, sağ ayağı qaldırsın. Sağ ayaq, sağ ayaq, sağ ayaq. Mənə baxın, sağ ayaq. Getdik. 1, 2, 3-də sol qalxdı. Qoydum yerinə. 1, sol, sağ, sol, arxa. Yaxşı, dəvətən siz sizə ortada göstərin. Baxın uşaqlar, getdik. Açdım, bağla. Açdım, bağla. Açdım, qaldır. Getdik. 1, 2, 3, kullandı, qaldırdı. Sağ. Getdik. 1, 2, 3, qaldır. Qoydum. Sol, sağ, sol, sağ, kaldırdım, kullan. Mahnı nereye? Dairəni genişləndir. Getir. 1, 2, 3, qaldır. 1, 2, 3, 4, daha da tuttur, qaldır, kullan. Getir. 1, 2, 3, kaldır. 1, 2, 3, 4, 1, kullan. 1, 2, 3, 1, 2, 3, 4. Çekil. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. Çok izletmeyiz. Durun beyler çalın. Bazılar kabakta arkalar, böyle arkaya. Əllər tutun, yaxşı. Çiyin-çiyinə bir-birini zincirləşsin, çıxın. Oğlan yapacağız. Əllər tutun, əllər tutun. Tut. Sıxlaşaq, bırak. Sıxlaş kızım, çünki o dəbi edəcək. Bax, dostlar, açdım, birləşdirdim. Açdım, birləşdirdim. Neçə dəfə elədik? 2. Üçüncünü qaldırdım. 1, qoydum. 1, 2, 3, 4, 1, 2. Təzələn, 1, 2. Qaldır. Qoydum. 1, 2, 3, 4, 1, 1. Açdım. Birləşdirdim. Qaldır. Qoy. 1, 2, 3, 4, 1, 2. Şimdi zəhmət olmasa yenə sıxlaşa qoyuram. Sıxlaşa. Kim heç başa düşmədi? Sual var. Sual var. Yalan demirəm. Yaxşı, nə gözəl. Açdım, birləşdirdim. Açdım, birləşdirdim. Açdım, qaldır. Qoydum. 1, 2, 3, 4. 1, 2, 3, 1, 2, 3, 4. 1, 2, 3, 1, 2, 3, 4. Eləyə bilərik dairə formasında. Şimdi dairəni düzəldir. Əllə tutun, yaxşı. Əllə tutun. Çiyin-çiyinə deysəm bir-birinizi incilirsiniz.
Boy uzun. 1, 2, 3, 4. Peki 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, kaldı. 1, 2, 3, 4. 1, 2, 3, kullan. 1, 2, 3, 4. Daire geçlendi. 3, 1, 2, 3, 4. 1, 2, 3, devam var. 1, 2, 3, 4. 1, 2, daire geçlendi. 4. 1, 2, 3, 4. 1, 2, 3, 1, 2, 3, 4. 1, 2, 3 kaldı. 1, 2, 3, 4. 1, 2, 3, 1, 2, 3, 4. 1, 2, gözleri görüp 3 sağ. 1, 2, sol. 1, 2, 3 sağ ayakta. 1, 2, 3, 4. Kalan geldi. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Sürekli ederek. Hazır ol. Bekle. 1, 2, 3. 1, 2, 3, 4. 1, 2, 3. 1, 2, 3, 4. 1, 2, 3. 1, 2, 3, 4. 1, 2, 1. İnceli. Evet. Bütün rəqslərə müraciət eləmişəm. Kültür rəqsi var idi. Ne oynuyordunuz? Nermin oynuyordunuz ilk kültür rəqsi. Neydi o? Bir kültür rəqsi oynuyordunuz ya. O neydi? Mənim deyən de. Qara uzun tatlarımız oluyordu. Fabrika başına. Yaxşı, durun kızlar. Oğlanlar, evet. Bayram Yerlerinde bırak. Ağaçmına. Asla popi chama konda, aluris bichamona kali. Adakna kotomi amre sabona kali. Alina na ni na o, tani na ni na o, tani na ni na o, tani na ni o. Sotoko pisikisa, kejamoni pisikisa. Kali maksudi kopita, kamasveti konsulita. Alina na ni na o, tani na ni na o. Alina na ni na o, tani na ni na o. Engerese na charo, moise na ni chori na moise. Olo me para, moise na, moise na.
Salam. Oğlanlar da dursun, bir tane de xaricə deyil. Ha. Bir yadından çıxıb. Ümumiyyətlə rəqsdə şahlar 5 əl figuru var. Yaxşı. Birinci hazırlıq vəziyyəti budur rəqsdə. Birinci pozisiya budur. Yazın. Birinci pozisiya budur. 2 3 budur. 4 budur şu an. 5 də. Bir hansı oldu? 2 3-cü pozisiya. 4-cü pozisiya. Yox, əllərin sörlü bədəniz. Tərsin. Nə var? Tərsin. 5 hansı oldu bu? İndi eləyək 1 2 3 4 5 1 2 3 4 5. İndi qarşılıq dedim görüm yanınızda qaldı 5 5 5 3 1 2 hazırlıq vəziyyəti kopya çəksiniz 2 2 4 5 3 2 1 4 İndi olanlar gəlsin zəhmət olmasa. Olanlar bizdə də 5 tane. 1 2 3 barmaqlar 4 əl beldə şu an göstərir. 5 1 2 3 hansıydı? 4 hansıydı? Beldə aferin. 5 hansıydı? 5 başla. 1 hansıydı? 2 3 4 5 Şimdi özür dileyin. 1 karşıya 2 yanda 3 yukarı 4 elde 5 Şimdi kızlar olanlar hamınız gelin ayağı da eləyək sonra keçən xaricəksiniz. Kızlar olanlar zəhmət Bırak. Əlləriniz bölməyəcəksiniz. Şu an ayak hərəkətlərdə 3 pozisiyada çox rahat və sadə. Birinci pozisiya bir işləyirik, 2 açırıq, 3 də bu. Sadə. 1 çox açmırsa aşağılar. 2 bir də açır. 3 1 2 1 2 İndiyə görüm, 3-cü pozisiyada sağ ayak qabaqda olur, yoxsa sol? Hər ikisi. Çünki hər iki formada elədim mən sizə. Şöyle 1, daha doğrusu 1, 2, 3. Sol ayak qabaqda orada. İndi 1, 2, 3. Sağ ayak qabaqda olur. Yəni bu rəqsdə quruluşda yerimizdə asıl olaraq dəyişir. Ya sağ ayak ya da sol ayak qabaqda olur. Aydın oldu. Əvaz. Bırak, xarici rəqsi devam edək.
Siz bunu bilirdiniz mi? Biz. Hər birinizi təbrik edirəm, xoş ol qəlbimizlə işləmək. İnşallah ki, davamlı inşallah bir nə vaxt eləyərik. Bugün çox üzrlüsə, müəyyən dərslər də var. Ona görə bir saat ərzində yekunlaşdırırıq. Təşəkkür edirəm. Siz sağ olun, xoş Bizi olun. qəbul ediniz, gəldiniz və düşünürəm ki, layihəmizin icrası həqiqətən elə bir gözəl vaxtda təsadüf edir ki, yay təhsil ərəfəsinə hansı ki, uşaqlar aciz vaxtlarını səmərəli keçirirlər. Hər bazar günü bizdə fərqli sahələr üzrə ustad dərslər olur. Təşəkkür edirəm və sonda bir xatirə şəkli çəkiləcək sizinlə. Minnətdarım, çox sağ olun. Adil müəllim, dəyərli vaxtınızı ayırdığınıza görə tüm uşaqlar arzulayıram. Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilat Dövlət Dəstəyi Agentliyinə də öz minnətdarlığımızı bildiririk ki, bu gözəl balalara belə bir şəraiti yaradır. Çox sağ olun. Esmira Günəş də bugün bizimlə həm bir valideyn kimi, həm bir qonaq kimi onu da Təşəkkür edirəm hər birinizə. İcazə versəz, mən elə bizim şüarımızın yanında dayanardım. İstedadları tanıyaq, tanıdaq layihəsi. Bugün kiçik hədiyyədə məndən olsun. Tanıyaq, tanıdaq istedadları. Hər biri sabahın ulduzu olsun. Bu gözəl birliyin uğurları da ölkələr dolaşıb daim duyulsun. Səsi ilə, rəqsi ilə, rəsmləri ilə dünyaya gözəllik qatsın körpələr. Onların sevinən kiçik gözləri hər kəsin qəlbini hey sevindirər. Balaca qəlblərin böyük uğuru atanın, ananın fəxridir hər an. Açılan sabahlar, doğan günəş də xoşbəxt gələcəkdən olsun hər zaman. Birliyin rəhbəri Vüsalə xanım, sizə dirəm böyük, alqış, təşəkkür. Nə yaxşı tanıdıq, sevdik biz sizi. Sizdə zərrə qədər yoxdur təvəkkür. Təşəkkür edirəm. Balaca qızanlarımızda dəvət edək, elənlərimizdə dəvət edək. Buyurun. Şahane. Balacalar qabaqda dursun, böyüklər. Yəni də zəhmət olmuş, heç Amir müəllim tələbələrlə gətirər. Baxırıq. Baxırıq, mənə baxırıq, uşaq var. Gedir inşallah. Balaca mənə bax.